Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə dekabr ayında keçirilmiş dövlət qulluğunun Azərbaycan dili suallarını izah edəcəyim. Baxaq birinci suala. Qoy qərarını verməzdən əvvəl o da sözünü desin. Qoy burada ədatdır. Əvvəl qoşmadır. Da isə bağlayıcıdır. Əvvəl qabaq, sonra bəri sözləri həm qoşmadır, həm zərfdir. Özündən əvvəl çıxışlı qalan şəkilcisi varsa, artıq bu sözlər olacaq qoşma. Ona görə qoşma bağlayıcı ədat işlənən variantları seçdik. Düzgün cavabımız 1, 3, 4-dür. Vurğusu düzgün qoyulduğu, vurğunun düzgün qoyulduğu sözü müəyyən edək. Düzgün cavabımız A variantıdır. Servisdə son hecəyə düşür, səhvəndə ilk hecəyə, toponim O-ya, ekspert ilk hecə, klapan A-nın üzərinə düşür. Təsriflənməyən feillərin uyğunluğunu müəyyən edin. Cığılmış kürkünü geyinsə də, cığılmış feili sifətdir. Adəti üzrə çiyinlərini tərpədib feili bağlamadır. Düzəltmək istəyən məslərdir. Demək, burada hamısı var. 4-də olacaq A. O da özünü şax tutmaq istədi. Tutmaq məslərdir. 3-ə olacaq B. Divarlara vurulmuş feili sifətdir. Digərləri yoxdur. Artıq 1-ə olacaq C. Axşam yaxınlaşdığı var burada. Axşamın yaxınlaşdığını hiss edən quşlar budaqlarda civildəşdi. Bu isə feili sifətdir. 1-ə C-dir. Günəş qərbə doğru endikcə isə feili bağlamadır. Olacaq 1C-D, 2Y, 3B, 4A. Düzgün cavabımız A. 4. Nümunədə verilmiş sifətlərlə bağlı səhv fikri müəyyən edin. Təmiz, gözəl sifətdir. Gözəl sifətdir, bəzəkli, nadandan, ağıllı bir kəs, ağıllı sifətdir. Sadə paltarda inan gözəldir, sadə gözəl. 3-cü misrada həm isimdən, həm də feildən düzəlmiş sifətlər var. 3-cü misra. Bəzə feildir, bəzək, bəzəkli, 2 leksik şəkilci var. Ağıldan da ağıllı bir leksik var. Ağıllı isimdən yaranıb, amma bəzəkli isimdən yaranmayıb. Bizdən səhv fikri istədiyinə görə cavab A variantıdır. Niyə? Çünki sözün kökünü soruşsa bəzə feildir. Hansı nitq hissəsindən yaranıbdır isə sonuncu leksikdən əvvələ sual veririk. L-dan əvvələ sual veririk. Sonuncu leksik L-dır. Bəzəkdən yaranıb, bəzədən yaranmayıb, kökü feildir. Bütün misralarda sifətlər var. Bəli, gördüyümüz kimi bütün misralarda sifətlər var. Adi dərəcədədir hamısı. 4-cü misrada sifət təyin və xəbər vəzifəsində işlənmişdir. Sadə təyin gözəldir xəbər vəzifəsindədir. Sadə düzəltmə sifətlər işlənmişdir. Təmiz, gözəl, sadəli, bəzəkli, ağıllı isə olacaqdır düzəltmə. Mürəkkəb zərflər xoşbəxt sifətdir, qaçaqaç isimdə A-ha ilə yarananlar isimlərdir. Cavab B variantıdır. 1-ə 5, üzü yuxarı, sözsüz, sözsüz. Basa-bas, qaça-qaç, vura-vur, A-ha ilə yarananlar yeni mürəkkəb isimlərdir. Dedi ki, feili bağlama ilə zərfi fərqləndirmək üçün ara gərək şəkilçisindən istifadə edirik. Gülərək feili bağlamadır. Ona görə götürməliyik D variantını. Düzgün cavabımız B variantıydı. Təlim, tərbiyə yavaş-yavaş dayanmadan burada feili bağlamadır. Ona görə düzgün cavabımız B. Hansı cümlədə tamamlığın əlavəsi işlənmişdir? Demək, düzgün cavabımız C-dir. İlk dəfə 1960-cı ildə səhnəyə çıxan Gövhər Qaziyevanı teatrımızın ilk göyərçin xanımı adı ilə tanıyırlar. Kimi? Gövhər Qaziyevanı tamamlığın əlavəsidir. 7. Buraya gələn yerli və xarici qonaqlar mənzərədən həzz almaq üçün körpünün üstündə dayanır, ətrafa heyranlıqla tamaşa edirdilər. Nümunələrdə, demək, bu nümunədə həmcins cümlə üzvlərini müəyyən edin deyil bizə. Yerli, xarici, həmcinsdir və təyindir. 3. Və dayanır, tamaşa edirdilər. Bu isə xəbərdir. 2 və 3. B-dir düzgün cavabımız. 8. Sintaktik əlaqə. Var tabellik, var tabesizlik əlaqəsi. Tabellik əlaqəsi soruşursa, yanaşma, uzlaşma, idarə əlaqəsidir. Və ikinci, üçüncü növ təyini söz birləşmələri varsa, tabellik əlaqəsidir. Mübtədə xəbər arasında tabellik əlaqəsi olur. Tabesizlik əlaqəsi isə həmcins üzvlər arasında olur. İndi baxaq.
İsmailin ordusu üçüncü növdür. Ona görə birə yazacağım A. Tabellik əlaqəsi var. Sonra bir de C'de var. Azaddır ellərin çiçəkli yazı, üçüncü növ. Bir de D'də var, üçüncü növ. Şəhərin küçələri. Biri A ilə D olacaqdır. Şəhərin küçələri üçüncü növdə tabellik əlaqəsi var. 2. Demək, müəllimlər, tələbələr həmcinslərdir. Tabesizlik əlaqəsi həmcins üzvlər arasında olur. B. Və bir də C olacaq 2'ye. Hər ikisi var. Tabellik və tabesizlik əlaqəsi. Ellərin çiçəkli yazı. Ellərin yazı üçüncü növdür. Bu tabellik əlaqəsidir. Küraraz. Bu isə həmcinslərdir. Bu da tabesizlik. 1 A, D, 2 B, C. Düzgün cavabımız D'dir. Baxaq 9-cu suala. Mən Qəmbərov Cəmil Sadayoğlu 1967-ci ildə Bakı şəhərində Qaradağ rayonunda Ziyali ailəsində anadan olmuşam. Burada görək hansı əməl yazı nümunəsinə uyğundur. 1'e olacaq C, tərcümeyi haldır. 2'ye baxaq. Gündəlikdəki 3-cü məsələ haqqında çıxış edən magistratura şöbəsinin dekanı haqq verdiyi bildirdi ki, bu il ixtisaslaşmalar üzrə 158 nəfər məzun olmuşdu. 2 isə olacaqdır. Protokol D. 3'də həqiqətən sözü var. Həqiqətən sözünü gördük. Bu isə olacaq arayış B. Və 4. 4'də isə qalıb akt. 4'də isə akt. 1C, 2D, 3B, 4A. Düzgün cevabımız B. 10. Hansı sözün yazılışı səhv verilmişdir? Qəhrəman düzdür, əskiklik düzdür, əsəbiləşmək düzdür. Bəyanat yox, bəyanatdır. Düzgün cevabımız D. Səhv verilib. Demişdik ki, insanın bədən üzvlərinə aid olan sözlərə saitlə başlayan hal şəkilçisi artıranda son hecadakı sait düşür. Mənsubiyyət artıranda düşmür. Və bizə də deyir ki, saitlə başlayan hal şəkilçisi artırdıqda ikinci hecadakı sait düşür. Bədən üzvlərində bu baş vermir. Bədən üzvlərini çıxırıq. Bir də bura daxildir oğul sözü. Demək cavabımız nə qalacaq? Məsəl üçün deyirəm ki, fiklə. Artıq C variantındakının saiti düşdü. 12. Quruluş üzrə düzəltmə olan sözü müəyyən edin. Dandan danış olmaz. Danış sözü sadədir. Tanı sözündən tanış yaranıb. Yardan yarış olmaz. Sadədir. Qardan qarış olmaz. Qardan da barış olmaz. Düzgün cavabımız B variantıdır. Tanıyıb olub tanış. Tanış sözü düzəltmədir quruluşda. 13. Hansı nümunələrdə antonim sözlər işlənib? 1. Yalan doğru. Ət yeyən heyvanın əti yeyilməz, 2'də yoxdur. Tələskənlik kədərin, səbir isə sevincin açarıdır. Kədər, sevinc. Sərvət müdrikin, müdrik, ulu, axmağın isə ağasıdır. Müdrik, axmaq. Düzgün cavabımız B-dir. 1, 3 və 4. 14. O çıxıb getmək istəyəndə mən onu geri qaytarıb bunu demək istədim. Nə üçün mən bunu istəsəm də ona demədimmi? Əvəzliklər haqqında doğru fikirləri müəyyən edin. Baxaq. Əvəzliklərin hamısı quruluşca sadədir. Nə üçün mürəkkəbdir, səhvdir? B variantında hər üç şəxsə aid şəxs əvəzliyi işlənmişdir. Bəli, hər üç şəxsə aid əvəzlik işlənib. O var, mən var, o var, o var, o var. Demək, burada hər üç şəxs var. Burada var şəxs əvəzliyi, sual əvəzliyi və bir də işarə əvəzliyi. Amma hər üç şəxsə aid şəxs əvəzliyi soruşur bizdən. Ona görə B-ni də götürməyəcəyik. Əvəzliyin 3 məna növü işlənmişdir. Bu düzdür. Ondur. Hər üç məna növü var. Demək, şəxs əvəzliyi var, işarə var. Nə üçünsə sualdır. Düzgün cavabımız C variantıdır. İşarə əvəzliyi təyin vəzifəsində işlənmişdir. Xeyr, işarə əvəzliyi budur. Bunun nəyi? Təyin deyil. İşarə əvəzliyi sifəti əvəz etmişdir. Bu da səhv fikir. 15. Hər iki tərəfinin yazılışı ilə deyilişi fərqlənən birinci növ təyini söz birləşməsini soruşur bizdən. Və şərq mədəniyyəti ikinci növdür. Bu A variantında fərqlənməyib. Parlament seçkisi ikinci növdür. Cavabımız olacaqdır
böyük diqqət hər iki tərəfinin yazılışı, deyilişi fərqlənir.